Buna əlavə bir məsələni müqəddim olaraq qeyd etmək istəyirəm. Baxın, fəqihin vilayəti dedikdə, təbii ki, fəqih bu vilayəti imamdan irs aparır, məsumdan irs aparır. Və olan təqdirdə, əgər fəqihin irs apardığı imamət özü nəzəri və ictihadi bir məsələdir və dinin üsulundan deyilsə, təbii ki, fəqihin vilayəti də dinin üsulundan olmayacaq. Ona görə bu məsələyə dinin üsulu, dinin əsli kimi yanaşmaq xəta və yanlış olacaq. Əlbəttə, mən istəyirəm bu mövzuda bəzi rəyləri nəzərinizə çatdırım ki, imamət həqiqətən dinin üsulundan deyil. Baxın, ilk olaraq istifadə edəcəyim kitab Əl-Ənvarul İləhiyyə fil-Məsailəl Aqaidiyyə kitabıdır. Müəllif mərhum Mirzə Cavad Təbrizidir. Bu kitab sual-cavab formasındadır. Suallar ünvanlanır və müəllif bunu cavablayır. Kitabın 77-ci səhifəsində belə bir sual var. Mə hiyə aqidətuna fil-imani bil-imamə. Bizim imamətə iman barəsində əqidəmiz nədir? Həl hiyə minəl usul əv minəl furu. İmamətə inanmaq, imamət məsələsi özü dinin üsulundandır, yoxsa furu'ud-dindəndir, yəni dinin üsulundan deyil. Baxın, Mirzə Cavad Təbrizinin cavabı nədir? Bismihi Teala hiyə min usulul məzhəb. Bu məsələ, yəni imamət məsələsi məzhəbin üsulundandır, dinin üsulundan deyil. Sonra səhifə 79-da yenə daruriyyətul məzhəb, məzhəbin zəruri məsələləri mövzusunda da yenə belə sual ünvanlanır ki, mə hiyyəl darurat əlləti yu'abdu əl-mu'taqatu bihə şi'iyyən. Hansı məsələlər var ki, ona inanmaq lazımdır ki, həmin şəxs şiə hesab olunsun. Yenə Mirzə Cavad Təbrizi halın cavabından ibarətdir ki, Bismihi Teala bin nisbə lil-i'tiqadat əlləti yəcibu ma'rifətuha alə kulli mükəlləfin aynən vəl-i'tiqadu bihə cəzmiyyən. Cavad Təbrizi buyurur ki, bəzi məsələlər var ki, onlar etiqadi məsələlərdir. Belə olan təqdirdə hər bir mükəlləfə ona iman gətirmək, ona etiqad bəsləmək və onun barəsində möhkəm dəlil əldə etmək, möhkəm dəlillər əldə etmək vacibdir. Lakin sonra buyurur ki, bu etiqadi məsələlər özü iki qismdir. Fəbərduha min usulüddin. Bu etiqadi məsələlərin bir qismi dinin usulundandır. Kət-təvhid, məsələn, təvhid kimi, və nübuvvətil xassa. Nübuvvət-i xassa, yəni İslam Peyğəmbərinin peyğəmbərliyi və nübuvvəti. Vəl-məadil cisməni, üçüncü də cismani məad. Buyurur ki, bu üç məsələ dinin üsulundandır və zəruri məsələlərdir ki, hər bir şəxs buna etiqad bəsləməlidir. وَبَعْدُهَا مِنْ أُصُولِ الْمَذْهَبِ. Lakin digər əqidəvi məsələlər var ki, onlar dinin üsulundan deyil, bəlkə məzhəbin üsulundandır. Nümunə, kəl-ətiqad bil-imamə bil-əimmə bə'dən-nəbi vəl-ətiqad bil-adil. Cavad Təbrizi buyurur ki, imamətə etiqad və ədalət prinsipinə etiqad, bunlar dinin deyil, məzhəbin üsulundandır. Sonra buyurur ki, وَفِي الْأَوَّلِ وَالْمَعْرُفَةُ بِالْأَوَّلِ İllə ənə adəmən etiqad vəl-ma'rifə bil-əvvəl. Sonra buyurur ki, birinci dəstəyə, yəni təvhid, nübuvvət və məad məsələsinə etiqad bəsləməmək və onu qəbul etməmək yuxricu şəxsə anil-İslam. Həmin şəxsi İslamdan xaric edir. Və fiz-zəni, yəni ikinci dəstə imamət və ədalət məsələsində la yuxricuhu anil-İslam. Həmin şəxs İslamdan xaric olmur. Və innəmə yuxricuhu an-məzhəbi təşəyyü li-əhlil-beyt. Fəqət həmin şəxs əgər imaməti və ya ədaləti qəbul etmirsə, həmin şəxs məzhəbin hüdudlarından kənara çıxmaqdadır. Yəni, artıq ona şiə deyilməz, amma həmin şəxs müsəlman olaraq qalmaqdadır. Bu, üsul alimlərindən bir nümunə idi. Mərhum Cavad Təbrizi ağan rəyidir. Mən istəyirəm, əxbarlərdən də bir nümunə verim bu məsələyə dair. Məsələn, əxbarlı icrələrin banisi hesab olunan Muhammed Əmin Əsrabadinin Əl-Fəvaidul Mədəniyyə kitabında. Məndə olan elektron variant kitab təhqiqləndir. Bu, çapda olan kitabın 252-ci səhifəsində. Buyurur, müəllif buyurur ki, وَبِالْجُمْلَةِ مَعْنَا ضَرُورِيُّ الدِّينِ Usul məzhəbə, dinin əsaslarına, məzhəbin əsaslarına Əsrabadi burada təfsir verir, açıqlama verir. Buyurur ki, وَبِالْجُمْلَةِ مَعْنَا ضَرُورِيُّ الدِّينِ Dinin zəruri məsələləri
ما يكون دليله واضحا عند علماء الإسلام بحيث لا يصلح لاختلافهم فيه بعد تصوره. Görür ki, dinin usulu, dinin zəruri məsələləri, o məsələlərdir ki, dəlil, sübut aydın olandan sonra, şəffaf olandan sonra artıq alimlər o məsələdə ixtilaf etmirlər. Yəni o məsələlər ki, onların dəlilləri bütün alimlər arasında aydındır, şəffafdır, aşkardır. Ona görə bütün alimlər bu məsələni qəbul edirlər. Bu meyar hansı məsələdə sabit olsa, o məsələyə deyirik ki, bu məsələ dinin usulundandır. Amma və mə'na daruriyyil məzhəb, məzhəbin zəruri məsələlərinə gəldikdə, buyurur ki, mə yəkunu dəliluhu vadihan əndə uləməil məzhəb bihaysu la yasluhul ixtilafu fihi. Lakin buyurur ki, məzhəbin zəruri məsələlərinə gəldikdə, artıq burada şəffaflıq, aydınlıq, dəlilin şəffaflığı məzhəb daxili alimlər arasındadır. Nəinki bütün alimlər, bütün İslam alimləri arasındadır. Deməli, Asravadiyə görə dinin usulu o məsələyə aiddir ki, həmin məsələdə dəlil bütün alimlər üçün, bütün İslam alimləri üçün aşkar və şəffaf olsun. Amma əgər müəyyən məsələdə, müəyyən qism, müəyyən dəstə üçün o məsələdə aydın dəlillər yoxdursa və digər bir dəstə arasında bu məsələ artıq qəbul olunursa, ona artıq məzhəbin usulu deyərik, ona dinin usulu deməliyik. Ondan sonra 253-də, səhifə 253-də Asravadi bir dənə nümunə verir. Buyurur ki, قَدْ كَانَ كَثِيرٌ مِنَ الْمَسَائِلِ فِي الصَّدْرِ الْأَوَّلِ مِنْ ضَرُورِيَّاتِ الدِّينِ. Buyurur ki, ilk dövrlərdə, İslamın gəldiyi ilk dövrlərdə bir çox məsələlər var idi ki, dinin zəruri məsələlərindən hesab olunurdu. ثُمَّ صَارَ مِنْ نَظَرِيَّاتِهِ فِي الطَّبَقَاتِ اللاحقة بسبب التدليسات التي وقعت والتدليسات التي صدرت. Lakin buyurur sonradan təhriflər baş verdi müəyyən səbəblər üzündən, həmin məsələlər artıq zərurət həddindən çıxaraq nəzəri bir məsələyə çevrilib. Və min həzəl bab, sonra baxın, nümunə verir. Buyurur ki, və min həzəl bab xilafətu əmiril müminin, əmirəl müminin xilafəti, Həzrət Əlinin xilafəti də bu babdandır, bu məsələyə bir nümunədir. Yəni demək istəyir ki, bəzi məsələlər var ki, ilk dövr insanlar üçün aydın idi. Ona görə hamı onu qəbul edirdi və o dinin zəruri məsələlərindən biri idi. Məsələn, əmirəl müminin xilafəti. Lakin sonraki dövrlərdə müəyyən təhriflər baş verdi, müəyyən problemlər baş verdi və bu məsələ nəzəri zəruri olmaqdan çıxaraq nəzəri olmağa, nəzəri məsələyə çevrilmişdir. Yəni demək istəyir ki, artıq əmirəl müminin xilafəti məsələsi dinin zərurətindən deyil, nəzəri məsələlərdəndir. Bu iki nümunədən bizlərə aydın olur ki, nəticə etibarı ilə hazırki dövrdə imamət məsələsi dinin usulundan deyil, məzhəbin usulundandır. Əgər belə olarsa, imamət özü dinin usulundan deyilsə, təbii ki, imamətdən aparılan, irs aparılan vilayət məsələsi də dinin usulundan olmayacaq. Ona görə fəqihin vilayəti məsələsinə dinin usulu kimi baxmaq elmi cəhətdən, məntiqi cəhətdən yanlışdır. Ona görə ən doğru olan məntiqi budur ki, bu məsələyə nəzəri bir məsələ kimi baxmaq lazımdır. Əgər məsələ nəzəri məsələdirsə, təbii ki, alimlər, fəqihlər, müfəssirlər, digərləri bu məsələdə fərqli fikirlər ortaya qoyacaqlar. Və bir məsələ ki, nəzəridir, bir məsələ ki, zəruri deyil, bir məsələ ki, ictihadi məsələdir, daha o məsələdə kimsə öz rəyini götürüb konkret, qəti bir rəy olaraq təqdim etməsi məntiqi cəhətdən düzdür. Çünki nəzəri məsələnin mahiyyəti budur ki, yəni orada fərqli fikirlər söyləmək mümkündür. Yəni bu barədə konkret, açıq, aşkar, mütləq bir dəlil mövcud deyil. Ona görə hesab edirəm bu önəmli bir müqəddimədir ki, biz bu məsələyə bu şəkildə yanaşmalıyıq. Təbii ki, bu şəkildə yanaşmaq sonra bizim öz rəyimizi necə müdafiə etməyimizi də təsir göstərəcək. Əgər biz məsələyə nəzəri olaraq baxırıqsa, o zaman bu məsələni müdafiə edərkən mənim gəldiyim qənaət budur, mənim inandığım, əldə etdiyim nəticələr bunu göstərir şəklində olmalıdır. Amma əgər məsələ, qarşı tərəf yox, öz rəyini mütləq və inkar olunmaz bir rəy olaraq təqdim edirsə, bu əslində məsələnin öz mahiyyətinə və nəzəri olmasına xilafdır.